Əgər bir müsəlman sənə nəsihət edir və sən artıq onun nəsihətini dinləmək istəmirsənsə, bil ki, bu onun problemidir, sənin deyil. Niyə? Çünki müsəlmana elə nəsihət etməlidir ki, onun qəlbi qırılmasın, o səndən yenə də nəsihət istəsin. Rəbbim bizləri düzgün şəkildə nəsihət edənlərdən etsin. Əmin. İndi qardaşlar var, nəsihət edir, amma heç kəs ondan ikinci dəfə nəsihət almaq istəmir. Niyə? Çünki kobuddur, bəli. Çünki Rasulullah sallallahu aleyhi ve sellem kobudluğa nifrət edib. Kobud olmayın, ey müsəlmanlar. Kobudluq nə kişiyə xas olan bir əməldir, nə müsəlmana. Yəni bu gözəl bir əməl deyil. Vallahi bu gözəl əxlaq deyil. Vallahi bu Rasulullah sallallahu aleyhi ve sellemin yolu deyil. Rasulullah sallallahu aleyhi ve sellem rəhmət peyğəmbəridir, mərhəmət peyğəmbəridir. Allah subhanahu taala onu gözəl əxlaqla göndərmişdir və o bizə gözəl əxlaqı miras qoyub. Mirasa sahib çıxın. Rasulullah sallallahu aleyhi ve sellemə tamamilə sidq ürəkdən tabe olun. Dildə yox, əməlinizdə də ona tabe olun. Ona tabe olanlar Allaha tabe olmuşdur.